Salam. Bugünkü dərsimiz Azərbaycanda sosial siyasətlə yenidən qurmalar olacaq. Biz bundan öncəki dərsdə həm hərbi kommunizm haqqında, həm yeni iqtisadi siyasət haqqında məlumat verdik. Yəni bütün dərslər bir-biri ilə əlaqəli olduğuna görə bu dərsi izləməmiş mütləq siz bundan öncəki dərs olan, yəni həm hərbi kommunizmi, həm də yeni iqtisadi siyasəti ya oxumalısınız, ya dinləməlisiniz. Yəni o dərsi bilmədən bu dərsi başa düşmə ehtimalımız çox azdır. İndi burada nədən danışırıq? Biz özümüz bilirik ki, sosial siyasətlə yenidən qurmalar deyəndə 3 əsas məsələdən danışacağıq. Onu ekranda şəklini yerləşdirirəm. 1. Sənayeləşdirmə xəttindən danışacaq. 2. Kollektivləşdirmədən. 3 isə bolşevik ideologiyasına xidmət edən mədəni quruculuq. İndi yəni biz nə başa düşürük bu üçüncüdə? Demək öncə bunu deyim, sonra dərsin izahına rahat baxarıq. Mədəni quruculuq deyəndə biz təhsildir, mədəniyyətdir, bu kimi sahələrin inkişafından danışırıq. Amma rusların dövründə Azərbaycanda nə cür təhsil, mədəniyyət qurula bilər? Azərbaycanın xeyrinə, Azərbaycan dövlətçiliyənlərinin xeyrinə? Yox. Bolşevik, yəni Sovetin xeyrinə olan, bolşevik ideologiyasına uyğun olan mədəni quruculuq. Demək, nədən danışırıq sosial siyasətlə yenidən qurmalardan? Sənayeləşdirmədən, kollektivləşdirmədən və bolşevik ideologiyasına xidmət eləyən mədəni quruculuqdan danışacaq. İlk öncə keçirik, sənayeləşdirmədən danışırıq. Sənayeləşdirmə, baxın, diqqətli olaq bu məsələyə. SSR-də verilibdir 1925-ci ildə qərar ki, sənayeləşdirmə xəttinə keçirik. Azərbaycanda isə nə var? 1926-cı ildən sənayeləşdirməyə keçildi və bu zaman xüsusi komissiyalar yaradıldı və 5 illiklər elan olundu. Dedik ki, Sovet Rusiyası bir totalitar dövlət idi. Yəni onun üçün də hərbi çox önəmli idi. Hərbi çox önəmli olduğuna görə ağır sənayeni inkişaf etdirməli idi. Yəni bir də ümumiləşdirək, dedik ki, Sovet rəhbərliyi ölkənin müdafiə qabiliyyətini gücləndirməyin zəruri olduğunu dərk eləyirdi. Yəni müdafiə qabiliyyətini gücləndirməyin vacibliyini başa düşürdü. Ona görə də ağır sənayeni inkişaf etdirmək istəyirdi. Ağır sənayeni inkişaf etmək üçün nə lazımdır? Böyük kapital lazımdır, xammal lazımdır, bir də işçi qüvvəsi lazımdır. Bəs yaxşı, kapital ölkədə varmı? Cavab yoxdur. Yəni nə mənada yoxdur? Kapital var, böyük kapital yoxdur ki, həm kənd təsərrüfatını, həm yüngül sənayeni, həm də ağır sənayeni inkişaf etdirəsən. Bu kapital olmadığına görə Sovet Rusiyası xarici kapital cəlb eləməlidir. Düzdür, lakin xarici kapital da cəlb eləmir. Ehtiyat eləyir ki, xarici kapital bura daxil olsa, sərtləşmiş Sovet rejimi, artıq biz bilirik ki, Stalinin dönəmindən başlayaraq Sovet rejimi sərtləşdi. Bu zaman artıq o xarici kapitalın ölkəyə cəlb olunmasını ona görə istəmir ki, onun rejiminə kimlərsə içəridən müxalifət eləyə bilər, yəni xarici dəstək ala bilər, ölkə qarışa bilər. Ona görə, demək, ağır sənaye inkişaf etmək üçün nə lazımdır? Böyük kapital lazımdır. Böyük kapital da xarici kapitalı ölkəyə buraxmaqdan ehtiyat eləyir Sovet Rusiyası. Ona görə bu böyük kapitalı hardan əldə eləyirlər? 2 dənə əsas məsələ var. 1. Digər sənaye sahələrindən əldə edilən gəlirlər. Digər sənayədən əldə edilən gəlir həmin sənaye sahələrinin inkişafına yox, ağır sənayenin inkişafına yönəldilir. 2. Kəndlilərin talan edilməsi. Buradan nə başa düşdük? Artıq demək, həm kənddən, həm digər sənaye müəssisələrindən əldə edilən gəlir ağır sənayeyə axdı. Ümumiləşdiririk bir də bilgilərimizi. Sovet Rusiyası ölkənin hərbi qabiliyyətini artırmaq üçün ağır sənayenin inkişafını başa düşürdü. Ağır sənayeni inkişaf etdirmək üçün ölkədə böyük kapital yox idi ki, həm ağır sənayeni, həm yüngül sənayeni, həm kənd təsərrüfatını inkişaf etdirsin. Həm də xarici kapitalı ölkəyə qoymaq istəmirdi, bundan ehtiyat edirdi. Ona görə həm digər sənaye sahələri, həm də kəndlilərin talan edilməsinin sayəsində ağır sənayeni inkişaf etdirməyə çalışdı. Nəticəsi nə oldu? Kənd təsərrüfatı məhsulları sənayeyə axdı. Biz bunu bilirik axı, kəndlərin talan edilməsi. Nə qədər gəlir əldə edilir, hamısı ağır sənayenin inkişafı üçün ora axıdılır. İstehsalçının iqtisadi sərbəstliyi alındı. Yəni, hər hansısa bir sənayeçi əldə etdiyi gəliri istədiyi kimi istehsal edə bilmir. Çünki o əldə etdiyi gəlir də, nəyi istehsal eləməli olduğu da hamısı ağır sənayenin inkişafına yönəlmişdi. Ona görə o azad, sərbəst formada istədiyini istehsal eləmək qabiliyyəti yoxdur. Çünki onu yuxarıdan planlaşdırıldı, indi biz o hissədən danışacağıq və bu hamısı ağır sənayenin inkişafına yönəlir. Və bazar münasibətləri ləğv edildi. Artıq bu ikinci cümlə ilə üçüncü cümlə bir-birini tamamlayır da. İstehsalçının demək, iqtisadi sərbəstliyi yoxdursa və o istədiyi kimi istədiyi məhsul istehsal eləyib bazarda çıxarıb sata bilmirsə, bu bazar münasibətlərinin ləğvinə gətirib çıxarır. Bütün bunların sayəsində şəhər kənd üzərində nədir? İnzibati nəzarətini daha da artırdı. Demək,
ağır sənayeni inkişaf etdirmək üçün kənd təsərrüfatı və sənaye sahələri axdı ağır sənayeyə. Bu da kənd talan edildi, yəni kənd təsərrüfatı talan edildi. Digər sənaye sahələrində də əldə edilən gəlirlər hara getdi? Hamısı ağır sənayenin inkişafına yönəldi. İndi bura yerləşdiririk. Sovet Rusiyası Azərbaycanda 2 dənə əsas sahəyə diqqət yetirirdi. Bir, neft sənayesini, nefti sənayeleşdirməyə, yəni neft sənayesinə. 2 isə elektrik sahəsinə. Bunu yəqin ki, bura çatmısınızsa, bura qədər oxuyursunuzsa, siz birinci, ikinci yerlə, ikinci dərəcəli məsələni başa düşürsünüz. Orada bir məsələ var ki, deyir ki, qəzalarda sənayenin inkişafı ikinci dərəcəli idi. Yəni, bu artıq o demək deyil ki, bu birinci cümlədə var idi. Azərbaycanda 1 neft sənayesi, 2 elektrik. O, birinci nəyə önəm verirdilər, ikinci nəyə önəm verirdilər. İkinci dərəcəli isə bu önəmsiz mənada işlədilir də. Yəni, qəzalarda sənayenin inkişafı önəmsizdir, ikinci dərəcəlidir. Yəni, əsas bu dediyimiz işlərə görə ona baxaraq mənasındadır. Bundan başqa, neft sənayesində nə oldu? Baxın, yəni yadda saxlamaq elə də çətin deyil də. Bir, geoloji kəşfiyyat işləri aparıldı. Kəşfiyyatın nəticəsində nə oldu? Yeni neft mədənləri qazıldı. Demək, geoloji kəşfiyyat işləri aparıldı. Yeni neft mədənləri qazıldı. Yeni neft mədənləri qazılanda nə olur? Hasilat artdı və bunun nəticəsində nə oldu? Onu daşımaq üçün də o yenini işarələmişəm sonra, Bakı-Batum neft kəməri demək, inşası başa çatdı 1930-da. Bax, burada bir məsələ var, bu məsələni deyim. Biz bilirik ki, 19-cu əsrin sonunda bir dənə Bakı-Batum neft kəməri inşa olunubdur. Yəqin bunun haqqında bir məlumatımız var. 20-ci əsrin əvvəlində də onun inşası başa çatıb. Hətta biz onun haqqında bilirsiniz harda keçmişik? AXC dərsi yadınıza gəlir. Biz Azərbaycan Xalq Cümhuriyyətində dediyi AXC Versal müqaviləsinin 89-cu maddəsinə görə Bakı-Batum neft kəmərindən istifadə edə bilər. Yəni demək Bakı-Batum neft kəməri var da, 20-ci əsrin əvvəlindən fəaliyyət göstərir. Yəni 1907-dən o aktiv demək neft kəməri var. Bəs bu nədir? Bunu bilməliyik ki, bu 1928-30-cu illərdə kitabımızda təkcə 30-u veriblər. O kəmərdən fərqli yeni Bakı-Batum neft kəməridir. Nə vaxt inşası başa çatdırıldı? Bu da 1930-cu ildə. Nəticədə də çoxlu zavodlar inşa edildi. Ta o zavodların hamısında məncə qeyd etməyə ehtiyac yoxdur. Amma ümumi ardıcılığı başa düşürük. Kəşfiyyat aparırlar, yeni neft tapırlar. Bunun nəticəsində hasilat artır. O artan hasilat daşımaq üçün də yeni neft kəməri çəkirlər. Yəni hamısı əslində baxsanız bir məsələnin ardıcıllığını təşkil eləyir. Digər sənaye sahələrdə inkişaf elədi. İndi keçib biz elektrikləşmədən də danışaq görək nə oldu. Deməli dedik ki, 1927-1928-ci ildə istilik elektrik stansiyaları inşa edildi. Harda? Qaryagində, yəni indiki Füzulidə, Şəkidə, yəni o vaxtki Nuxada, bir də Salyan ərazisində istilik elektrik stansiyaları inşa edildi. Və birinci 5 illik nə vaxtı? 1928-32-ci illərdə. Belə kənardan baxanda 4 il oxşuyur, amma 28, 29, 30, 31, 32. Yəni 28-in əvvəlindən 32-nin sonuna qədərdir. Ona görə 5 illik plan deyirlər. Bu haqda, baxın, mən bu 5 illiyi nə qədər izah eləmək istəsəm də, bu haqda bir maraqlı hekayə var. Düzdür, xəyal məhsuldur, yəni real olmayıbdır. Amma bu balaca hekayə biz əslində 5 illiyi tam göstərə bilir də, nədir? Deyir ki, bir məsələ belədir ki, deyir Azərbaycanda o vaxtı kəndlərin birində deyiblər ki, bu 5 illik elan olunubdur. Bəs biz bu 5 illik haqqında nə olduğundan məlumatsızıq da. Bunun nə olduğunu gedək bir Stalinlə görüşək, bizə izah eləsin. Bir dənə nümayəndə seçirlər. Güya indi kənddəki bir nümayəndə ilə də Stalin görüşür. Bu kənd nümayəndəsi deyir ki, bəs nədir də bu 5 illiyi bizə izah elə. O da deyir ki, bax kənardan baxır, görür ki, maşın gedir. Deyir, o maşını görürsən, deyir, bəli, deyir, bax, o maşından 5 illiyin sonunda 30 dənə olmalıdır. Deyir, bəs sonra baxır, deyir, o traktoru görürsən, deyir, hə, deyir, 5 illiyin sonunda ondan 30 dənə olmalıdır. Sonra sənaye müəssisəsi fabrika göstərir, deyir, görürsən, deyir, bax, bundan o 5 illiyin sonunda 30 dənə olmalıdır. Deyir, başa düşdün, deyir, tam başa düşdüm. Sonra indi o məsələnin ardı biraz indi qəribədir, deyir, o gəlir kəndə də o da baxıb başa salmaq istəyəndə, baxır ki, bir tabut gəlir. Deyir, 5 illiyin sonunda ondan 30 dənə olacaq. Bu, əslində, indi bu gülmək üçün danışırlar, amma mahiyyəti çox gözəldir. Yəni, 5 illik odur ki, ölkədə sənaye müəssisələrinin sayını 5 illiyin sonunda dəfələrlə artırmaq istəyir. Yəni, ağır sənayeleşmə. Bunu yəqin ki, məncə anladıq. Sənayeleşmə nə vaxtı? 1928-32-ci illər birinci, demək, 5 illik plandır. Bu plana görə ölkədə 35 dənə yeni sənaye müəssisəsi quruldu.
Demək, bu müəssisələrin işə düşməsinin nəticəsində Azərbaycan aqrar ölkədən aqrar sənaye ölkəsinə çevrildi. Bəs, başqa nə danışa bilərik? Sənaye mərkəzi ikinci hansı şəhər oldu? Gəncə şəhəri Azərbaycanın ikinci sənaye mərkəzi oldu. Şəhərlərdə yaxşı, bu köhnə müəssisələr bərpa edildi, yeni fabriklər, zavodlar açıldı. Bunun nəticəsində nə oldu? Yeni sənaye müəssisələrinin açılması və köhnələrin bərpa edilməsinin nəticəsində işsizlik azaldı və şəhər əhalisinin sayı durmadan artdı. İndi bax bir şeyi başa düşək. Bir sadə kəndli, məsələn, siz bir kəndli olsanız, kənddə əldə etdiyiniz məhsul talansa və şəhərə göndərilsə, siz kənddə əziyyət çəkmək istəyirsiniz, yoxsa gedib şəhərdə yaşamaq istəyirsiniz? Təbii ki, şəhərdə yaşamaq istəyirsiniz, düzdür? Dövlət də bu köçün qarşısını, indi mən onu bir də danışacağam, burada amma qısa deyirəm. Dövlət də bunun qarşısını almağa çalışır. Şəhərdə düzdür ki, işçiyə ehtiyac var. Azərbaycan kəndlisi də şəhərdə yaşamağa çox maraqlıdır. Amma Rusiya bunu istəmir. Ona görə onun qarşısını alır. Nə cür alır? 1932-ci ildə pasport sistemi tətbiq edildi. Pasport sisteminə görə, məsələn, sən olduğun yeri, bu əslində bir növ təhkimçiliyə bənzəyir də, amma indi deyirik nədir bu pasport sistemi? Pasport sisteminə görə sənin pasportun yoxdursa, öz yerini tərk edib başqa yerə gedə bilməzsən. Bəs kəndliyə pasport verilib? Xeyr. Kəndliyə pasport verilmədiyinə görə bu kəndli kəndlərdən şəhərə gedə bilmir. Ta nə vaxta qədər? 1950-ci illərin sonuna qədər. Bəs yaxşı, axı dedik ki, şəhərdə sənaye müəssisələri bərpa olub, yeni sənaye müəssisələri açılıb, işsizlik azalıb, yeni işçiyə ehtiyac var. Kəndlini də getməyə qoymurlar şəhərə. Bəs bu işçi tələbatı nə cür ödəndi? Bu işçi tələbatı baxın belə ödəndi. Rusiya öz ərazisindən rus dilli əhalini bura köçürdü. Ya bunun nəticəsində Azərbaycan Rusiyadan rus dilli əhalinin növbəti axını baş verdi. Gəlib əsasən harda çalışırdılar? Neft sənayesində çalışırdılar. Və bunun nəticəsində o qədər işçi gəldi ki, təsəvvür edin, Azərbaycan şəhəri olan Bakıda Azərbaycanlının sayı sadəcə 28%-dir. Bu məsəl düşdük, Azərbaycan şəhəri olan Bakıda Azərbaycanlı əhalinin sayı 28%-dir. Yəni qalan əhalinin 72% digər millətlərdəndir. Ruslar gəlib, gürcülər gəlib, ermənilər gəlib. Əsasən də ruslar gəlib də, yəni köçürdülər bura. Bu o demək deyil ha, Azərbaycanda əhalinin sayı azdır. Hətta təsəvvür edin ki, Bakı o dövrdə SSR-də ən böyük 5 şəhərdən biri idi. Əhalisinin sayına görə 5-ci yerdədir. Amma 5-ci yerdə olan əhalinin 5də 1-i Azərbaycanlıdır. Qalan 5də 4-ü demək olar ki, digər millət. Və yaxud da ki 5də 1 deməyək, 28%. 4də 1 ilə 3də 1 arası Azərbaycanlıdır. Qalanları digər yerdən gələn əhali idi. İndi keçib biz demək planlı iqtisadi siyasətdən daha ətraflı danışaq. Davam edirik. Bu hissəni danışarkən çalışın kitab qarşınızda olsun. Yəni izaha baxırsınızsa kitab qarşınızda olsun. Önəmli məsələləri mən dedikcə işarələyin və o cümlə üstündə anlamağa çalışın. Çünki buraları əksər insanlar anlamır. Çox qarışıq gəlir ona. Yəni çalışırıq ki, indi yadda qalan kimi deyək, elə də ki, yadda qalsın. Ona görə o nöqtələri, yəni həmin məsələləri kitabda görüb sonra burada dinləsəniz sizin üçün daha rahat olar. İndi nə deyirik? Planlı təsərrüfatın məhdud cəhətləri var. Nə idi məhdud cəhətləri? Bir, yazıb ki, indi 1930-cu illərin ortalarında azad bazar münasibətləri ləğv edildi. İndi onun tamamilə ləğvi 1936-cı il Stalin konstitusiyası var, odur. 36 il yazmayıblar. Yazıblar ki, 30-cu illərin ortaları, yəni onun heç bir fərqi yoxdur. Azad bazar münasibətləri ləğv edildi və planlı sistemə keçid oldu. Bu planlı sistemdə nədir də? Belə deyək də. Hər hansısa fabrika, zavoda plan qoyulurdu. Sən ildə bu qədər bu məhsuldan istehsal eləməlisən. Məsələn, falan fabrika deyir ki, ildə 1000 corab istehsal eləməlisən. Misal çəkirəm də orada. Ya da 1000 qələm istehsal eləməlisən. Sən o qoyulan planı yerinə yetirməlisən. İndi birinci cümləmiz nədir? Deyir, yüksək plan var idi. Yüksək plan nə deməkdir? Baxın, bu müəssisənin tutaq ki, ildə 1000 dənə qələm istehsal eləmək potensialı var. Ya da 1000 dənə corab istehsal eləmək potensialı var. Bunlar normadan artıq qoyur. Yüksək plan qoyursunuz üzərinizə. Deyir ki, məsələn, 1500 dənə məhsul istehsal eləməlisən bu dövrün sonunda. Buna iş qurtarmır. Baxın, yüksək plan var. Bizim bu rəhbərliklər var da, bu rəhbərliklər də ya kolxoz sədri olsun, ya digər müəssisə rəhbəri olsun. Yuxarıda daha qalxmaq üçün, öz işini artıqlaması ilə görmək, təşəkkür almaqdan ötürü yüksək plandan da əlavə göstəricilər verirlər yuxarı. Demək, problemin biri nədədir? Bizə yuxarıdan onsuz da Sovetdən yüksək plan gəlib. İkinci problem nədir? Yerli rəhbərlikdə o yüksək plandan da əlavə göstəricilər göstərməyə çalışır. Məsələn, 1500 istəyiblərsə 2000 məhsul verməyə çalışır, amma bu rayonun yaxud da fabrikin, bu zavodun tutumu
Onun yarısı qədər belə deyil. Digər problem nədir? Və bu nəyə gətirib çıxartdı? Yüksək plan qoyduqlarına görə ölkədəki maddi resursların normadan artıq istifadəsinə səbəb oldu. Maddi resurslar bilirsiniz də nədir? Yəni ki, bizim bu mənbələrimiz, neftimiz olsun, qazımız olsun və digər məhsullar olsun, taxıl olsun, nə olsun da, nə də bir məhsul düzəltmirsən, o xam maldan düzəldir də. Bu xam malın normadan artıq istifadəsinə səbəb oldu. Çünki bu şəhərin tutumu 1000-dirsə, sən 2000 məhsul verirsən, normanı 2 qat qabaqlayırsan. Başa düşdük? Bir də ümumiləşdirirəm. Yüksək plan qoyulmuşdu yuxarıdan bizə. Bizdə də o plandan əlavə göstəricilər, şişirdilmiş nailiyyətlər var idi və bu da maddi resursların normadan artıq istifadəsinə səbəb oldu. Əslində isə burada nə baş vermişdi? Verilən öhdəliklər yerinə yetirə bilmirdi. Sadəcə şişirdilmiş nailiyyət var və keyfiyyətsiz məhsul istehsal edilir. 1000 dənə yaxşı məhsul istehsal eləmək yerinə 2000 dənə keyfiyyətsiz məhsul istehsal edirdilər. Və bu da məhsulların keyfiyyətsizləşməsinə gətirib çıxartmışdı. Başqa nə məhdud cəhətlər vardı? Şəhərlərlə kənd arasında inkişaf tarazlığı pozuldu. Niyə? Baxın, təsəvvür edin, kənddə nə əldə edirsən, şəhər axır. Kənddə nə əldə edirsən, şəhər axır. Sən gedib şəhər inkişaf edir, kənd, şəhər. Sən kənddə yaşamaq istəyirsən artıq yox. Və buradan belə problemlər yaranıbdır. Kənd təsərrüfatına maraq azaldı. Təbii ki, azalar da bu boyda danışdığımızdan sonra kimsə yəqin fikirləşmir ki, insanlar kənd təsərrüfatına hələ də maraqlıdır. Sərt iqtisadi metodlar qolçomaqlara da zərbə vurdu. Biz bu kollektivləşdirmədə sərt iqtisadi metodlardan danışacağıq ki, artıq qolçomağın əməyə heç bir marağı yoxdur. Qolçomaq nəyə görə hektarlarla torpağı əksin, becərsin, aparsın, versin dövlətə. Bunun nəticəsində də artıq ölkədə kəskin qıtlıq, ərzaq qıtlığı yarandı. Milyonlarla insan acından ölüb həmin dövrdə. Və buna görə də çörək böhranına görə bütün şəhərlərdə kartoşka sistemi tətbiq edildi. Nədir bu kartoşka sistemi? Onu da bir dənə ümumiləşdirək. Kartoşka sistemi odur ki, məsələn, sən bu gün evə 2 çörək almaq istəsən, mümkün deyil. Hərəyə bir kartoşka verilir, bu qədər limit var ərzaqda. Sən o qədər ala bilirsən. Bu məsələni indi qısa demirəm də, indi ətraflı bundan bir də təkrar nəticələr bölməsində danışaq ki, nə oldu? Amma bura qədər anlamadınızsa, arxaya çəkib bir də yenidən baxıb tamamilə başa düşə bilərsiniz məncə. İndi keçib digər hissəni ətraflı danışaq. Bu hissə nəticələrdən danışırıq indi. Baxın, bu cümlə sonda yazılsa da, siz bəzən fikirləşirsiniz ki, bu ağlınıza indi 30-dan 40-dan sonra gəlir də. Bu amma əslində ümumi, yəni nəticə əvvəldən 26-dan bu günə kimi olanların nəticəsini danışırıq burada. Cümləni oxuyuruq, anlaya bilməsək də indi izah eləyirik. Yəni o mətndən oxuyun, diqqətli olun. Məncə bu hissəni düzgün tamamlayarıq. Deyir ki, daxili maliyyə mənbələrinin kəskin çatışmadığı şəraitdə ağır sənayeni inkişaf etmək lazım idi. Bu bilirsiniz hardadır? Yadınıza gəlir, dedik 1900 bundan öncəki hissədə də dedik ki, 1926-dan sosial sənayeləşdirməyə keçdi. Sənayeləşdirmək üçün də böyük kapital, xammal işçi qüvvəsi lazım idi. Böyük kapital çatmırdı. Düzdür, burada nə yazır? Daxili maliyyə mənbələri çatışmırdı. Xarici kapitalı qəbul eləmirdi. Daxili maliyyə mənbələri çatışmırdı. Orada demişdik ki, daxili maliyyə mənbələri çatışmayanda neynədir? Dedik ki, ağır sənayeni inkişaf etdirmək üçün yüngül sənaye və kənd təsərrüfatı talan edilərək ağır sənaye inkişaf edir. Bu da həmin cümlədir. Təzə biraz qarışıq görsənir. Başdan bir də oxuyuruq. Daxili maliyyə mənbələri kəskin çatışmadığı şəraitdə ağır sənayeni inkişaf etdirmək üçün kənd təsərrüfatı talan edildi. Əldə edilən gəlirlərdə neft sənayesinə, elektrikə yönəldi. Niyə? Çünki sosialist hissəsindən yenidən qurumlanan sənayeləşdirmə xəttində Azərbaycanda 2 dənə sahəyə önəm verdilər. 1. Hansı idi? 1. Neft sənayesi. 2. Hansı idi? 2 də elektrikləşdirmə. Bəs yaxşı. Bunun nəticəsi nə oldu? Kənd təsərrüfatı gerilədi. Kənd təsərrüfatına əldə edilən gəlirin hamısını aparsan şəhərə. Kənd təsərrüfatı nə olur? Əlbəttə gerilər. Və kənddən şəhərə miqrasiya sürətləndi. Şəhərlərdə çoxlu iş yeri var. Kənddən şəhərə, bu bilirsiniz hansı hissədir? Bu baxın, bu hələ 27-28-ci illərdir. Yəni bu mətn sonda verilsə də biz hələ bu hissələrdən danışırıq. Demək, 26-cı ildə qərar veriləndən sonrakı ağır sənaye inkişaf etdirməlidir. Daxili maliyyə mənbələri çatışmırdı. Buna görə də kənd təsərrüfatı və digər sənaye sahələri talan edilirdi. Əldə edilən gəlirdə neft sənayesinə, elektrik enerjisinə yönəldilirdi. Kənd təsərrüfatı nəticədə gerilədi və kənddə yaşayan insanlar şəhərə miqrasiyası sürətləndi. İndi kənddə biraz işçi var, onlar da hamısı şəhərə gedir. Bu nəticəsi nə olur? Hamı şəhərə getsə, kənddə ərzaq bitməsə, məhsul istehsal olunmasa, şəhərdəki insanlar yaşaya bilər? Yox. Dövlətə lazımdır ki, tarazlıq olsun.
kənddəki məhsulu əldə eləsən, yönəltsin şəhərə. Buna görə də artıq miqrasiya sürətləndiyinə görə, kəndli şəhərə getdiyinə görə də bunun nəticəsində, ərzaq xeyli azaldı və şəhər, daha doğrusu kənd şəhəri ərzaqla təmin etməkdə çətinlik çəkir. Çünki kəndlinin böyük bir qismi gedib şəhərə işləməyə. Qocamaqların iqtisadi marağı yoxdur. Kənddə də nə qədər istəsə də şəhəri təmin edə bilmir və kənddə olan kəndli də yenə şəhərə qaçmaq istəyir. Və nəticədə nə oldu? Ərzaq qiymətləri artdı, ərzaq qıtlığı yarandı. Fikrimi tam çatdıra bildim. Bir də təkrar eləyirəm. Yəni başa düşmüsünüzsə qabağa vurun keçin, başa düşməmisinizsə bir də diqqətli dinləyin. Təkrardır çünki bu. İnsanlar kənd təsərrüfatı talan olunub şəhərə axdığına görə insanlar kəndləri tərk edib şəhərə sürətli gedirdilər. Hamı da şəhərə getsə ərzaq bitməz axı. Buna görə də ölkədə ərzaq qıtlığı yarandı. Kənd şəhərdə olan hamıya çörək çatdıra bilmirdi və qıtlıq yarandı və dövlət bunun nəticəsində kartoçka sisteminə keçməyə məcbur oldu. Bayaq dediyimiz, baxın, burada bir də təkrar edirəm. 1929-cu ildə kartoçka sistemi tətbiq edildi ki, ərzaq artıq norma ilə verilir insanlara. Və nəticədə nə oldu? Bu zaman hökumət başa düşdü ki, hamı bir gün kənddən şəhərə getsə, hamı bir gün kənddən şəhərə getsə, kənddə heç kim qalmasa sənayeləşmə xətti pozulacaq. Sənayeləşdirmə xətti pozulmasın deyə hökumət inzibati təzyiq və zorakı üsullardan istifadə edir. Ha, bax, neynədir hökumət inzibati təzyiq? Bundan öncə yuxarıda danışmışdıq, 1932-də pasportlaşdırma. Bax, o burada danışılır. Bax, indi o budur. Dedik ki, insanların kənddən şəhərə çoxlu köçməsi və 1929-da kartoçka sisteminin tətbiq edilməsi, ərzaq böhranı yarananda dövlət 1932-ci ildə buna çıxış yolu kimi pasportlaşdırma sistemini həyata keçirdi. Bu inzibati təzyiq, yəni ərazi təzyiq. Nə deməkdir bu inzibati? Yəni kəndli şəhərə gedib işləyə bilməsin. Kəndlinin hamısı şəhərə getsə, kənd tərk olunsa, bu zaman qıtlıq, çörək böhranı və insanlar hamısı acından ölə bilər. Ona görə də dövlət neynədi? İnzibati təzyiq həyata keçirib pasportlaşma sistemi tətbiq etdi. Kəndli şəhərə keçə bilmir. Və zorakı üsullardan istifadə etdi, kəndləri kollektivləşdirdi. Artıq hamı kənddə kollektiv formada, kolxozda, sovxozlarda birləşdi. İndi biz keçib elliklə kollektivləşdirmədən danışacağıq. Bunu da deyim ki, video əslində çox uzun olacaq. Ona görə əgər baxıram sonda çox uzun olsa video, bunu birinci hissə kimi paylaşacağam. İkinci hissədə də kollektivləşdirmə və repressiyalardan danışacağam. Yox, əgər uzun olmasa, onda tamamilə hamısını bir yerdə yerləşdirəcəyik YouTube-a, oradan tam izləyə bilərsiniz.